Salam, mən Azərbaycan ədəbiyyat müəllimi Sevinç Nuriyeva. Bugün sizinlə izah edəcəyimiz mövzu Azərbaycan dilindən həmciz üzvlər mövzusudur. Gəlin görək həmciz üzvlər nədir və hansı xüsusiyyətləri və funksiyaları var. Deməli, biz həmciz üzvlərə belə bir tərif veririk ki, cümlədə eyni üzvlə əlaqələnən, eyni cümlə üzvü olan, eyni suala cavab verən bərabər hüquqlu üzvlərə deyirik həmciz üzvlər. Yadda saxlayın ki, həmciz üzvlər bizdə bağlanır tabeçilik bağlayıcıları və sıralama intonasiyası ilə. Biz sizinlə tabeçlik bağlayıcıları haqqında məlumatımız var. Çünki biz tabeçlik bağlayıcılarına keçəndə dedik ki, tabeçlik bağlayıcıların iki dənə işlənmə yeri var sizdə. Birincisi işlənir sadə cümlədə həmciz üzvləri bir-birinə bağlayır. İkinci işlənmə məqamı isə sizdə tabeçsiz mürəkkəb cümlənin tərəflərini bir-birinə bağlamaqda iştirak edir. Bu günlərim sizinlə tabeçsizlik bağlayıcıların həmciz üzvlərdəki yerindən danışacağıq ki, necə bağlayır və həmciz üzvlər hansı xüsusiyyətlərə malikdir. Məsələn, deyirik ki, qoca hər gün dağlara gedir. Gəlin görək burada həmciz üzvlərimiz hansı dağlara gedir. Daha sonra xeyli çiçək gətirir. Xəstəni müalicə edir. Biz həmciz üzvlərə dediyimiz tərifi bir də yadınıza salaq. Dedik eyni üzvlə əlaqələnən. Baxın, bilirik ki, məsələn, bizim verdiyimiz bu sadə cümlədə həmciz üzvlərimiz xəbərlərdir. Baxın, gedir, gətirir və müalicə edir. Baxın, burada altından xətt çəkdiyim cümlədəki xəbərlər sizdə həmciz üzvlərimizdir. Dedik, eyni üzvlə əlaqələnir. Baxın, gedir kim? Qoca. Gətirir kim? Yenə qoca. Müalicə edir yenə kim? Qoca. Eyni üzvlə əlaqələndi mi? Bəli. Yadda saxlayın ki, demişdik ki, həmciz üzvlər bir-biri ilə nə əlaqəsi olur? Tabeçilik əlaqəsidir. Məsələn, gedir və gətirir sözləri arasında sizdə gedir və gətirir. Eyni ilə müalicə edir sözünü yaza bilərik bura. Müalicə edir. Baxın. Bunlar arasında bir-biri ilə var tabeçilik əlaqəsi. Və tabeçilik əlaqəsi dediyi ki, sizinlə iki başlı oxla göstərilir. Amma yadda saxlayın ki, bu həmciz üzvlər aid olduğu üzvlə, yəni hansı üzvə ki aidlər, eyni üzvlə əlaqələnirlər, onunla arasında var tabelik əlaqəsi. Verilmiş cümlədə baxın, gedir, gətirir və müalicə edir sözləri sizdə qoca mübtədasının aslıdır. Bilirik ki, mübtəda və xəbər arasında sizdə var nə? Deməli, uzlaşma əlaqəsi. Xəbər uzlaşma əlaqəsi hər zaman olur sizə aslı tərəf. Mübtəda hər zaman olur sizdə əsas tərəf. Fikir versəniz, bu cümlədə də sizin xəbərləriniz nədən? Bir üzvdən. Eyni bir üzvdən, yəni qoca mübtədasının aslıdır. Eyni cümlə özü olur. Bəli, həmciz üzvləriniz hər zaman eyni cümlə özü olur. Yəni bunlar gördüyünüz kimi üçü də cümlədə xəbər vəzifəsindədir və eyni suala cavab verir. Baxın, gedir, nə edir? Gətirir, yenə nə edir? Müalicə edir, yenə nə edir? Suala cavab verir. Hər üçü də eyni belə deyək, suala cavab verən bərabər hüquqlu üzvlərdir. Yəni bütün hüquqlarına görə bir-birinə bərabərdir. Yadda saxlayın, bütün cümlə özlərinin sizdə həmciz ola bilərlər. Yəni siz həm cümlənin baş üzvlərini, həm də cümlənin ikinci dərəcəli üzvlərini həmciz üz vəzifəsində işlədə bilərsiniz. Verilmiş cümlədə sizdə xəbər həmcizdir, cümlənin baş üzvü. Məsələn, gəlin tamamlığın həmcins olmasına bir nümunə yazaq sizinlə və yaxud da digər cümlə üzvlərinin. Birinci sizə deyək ki, təyinin həmcinsliyindən danışaq. Bizdə təyinlər bölünür ikiyə. Bir var sizdə həmcins təyinlər, həmcins. Bir də var sizdə qeyri-həmcins təyinlər. Bunlar nədirlər? Baxın, ümumiyyətlə yadda saxlayın ki, həmciz üzvlərin arasında biz nədən istifadə edirik? Vergül işarəsindən. Yəni ki, həmciz üzvlərdə duruq işarəsi vergüldən istifadə olunur. Eynilə həmciz təyinlərdə də siz onları bir-birindən ayırdığınız zaman nədən istifadə edirsiniz? Vergüldən. Məsələn, və yaxud da tabeçlik bağlayıcılarına. Bu gənc və güclü idmançı yarışda qalib gəldi. Baxın. Baxın. Siz burada verilən cümlədə, baxın, kim qalib gəldi? İdmançı.
Hansı idmançı güclü və yaxud da necə? Hansı necə idmançı gənc? Burada gənc və güclü sözləri sizə həmciz təyinlərdir. Bir-birinin arasında tabesizlik, birləşmə bağlayıcısından və yaxud heç burada və bağlayıcısı olmasa belə siz burada vergül işarəsindən istifadə edə bilərsiniz. Bu sizdə həmciz təyinlərdir. Yanınızda qalsınlar. Qeyri-həmciz təyinlər nədir sizdə? Qeyri-həmciz təyinlərdə siz deməli arasında nə edirsiniz? Durğu işarəsindən istifadə etmirsiniz. Qeyri-həmciz təyinlərdə deməli eyni bir söz, yəni bir-birini izah edir təyinlər. Məsələn, gəlin cümləni yazaq. Qara çantalı müəllim sinifə daxil oldu. Bax, baxın, daxil oldu kim? Müəllim. Hansı müəllim? Çantalı müəllim. Hansı çantalı? Qara çantalı. Baxın, burada verilmiş qara və çantalı sözlər sizdə təyinlərdir. Amma necə təyinlər? Təbii ki, qeyri-həmciz təyinlərdir. Qeyri-həmciz təyinlərdə yadda saxlayın, aralarında nə edirsiniz? Yanaşma əlaqəsi olur. Həmciz təyinlərdə siz onları sadalama intonasiyası deyə bilirsiniz. Bu, gənc və güclü idmançı yarışda qalib gəlir. Baxın, fikir verirsiniz, nə edirsiniz? Sadalama intonasiyası ilə bunu deyirsiniz. Amma bunun əksinə olaraq qeyri-həmciz təyinlərdə isə sizdə təyinlər sadalama intonasiyası ilə deyilmir və bu qeyri-həmciz təyinlərin arasında sizdə nə olacaq? Yanaşma əlaqəsi. Normalda biz bilirik ki, həmciz üzvlər bir-biri ilə tabesizlik əlaqəsi olur. Məsələn, gəlin yuxarıdakı cümləyə baxaq. Gənc və güclü sözlər sizdə təyinlərdir, həmciz təyinlərdir. Bir-biri ilə tabesizlik əlaqəsindədir. Eyni bir üzvə aid olub onu nə edirlər? Deməli, izah edirlər. Yadınızda qalsın. Amma bunun əksi olaraq qeyri-həmciz təyinlərdə siz onu sadalama intonasiyası demirsiniz və bunların arasında sizdə tabesizlik əlaqəsi yox. Nə olacaq? Tabelik yanaşma əlaqəsi. Yadınızda qalsın. Yadınızda ise biz sizinlə demişdik ki, təyin digər cümlə üzvləri ilə əlaqədə olur. Bütün cümlə üzvləri ilə əlaqədə ola bilir. Hətta təyin normalda biz bilirik ki, əsas tərəf, asıl tərəf olur. Məsələn, güclü idmançı ifadəsinə baxın. Təyin burada aslı, mübtəda sizdə olacaq əsas tərəf. Amma təyin nə zaman əsas tərəf olur? Təyin özü ilə sintaktik əlaqəyə girdiyi zaman cümlədə əsas tərəf kimdə işlənə bilər? Sən baxın. Burada deməli, çantalı sözü sizdə nədir? Əsas tərəf kimi iştirak edə bilir. Və bir-biri ilə arasında nə var? Yanaşma əlaqəsi. Yadınızda qalsın. Daha sonra gəl danışaq sizinlə həmciz üzvlərdə ümumiləşdirici sözlərimiz var. Nədir? Ümumiləşdirici sözlər həmciz üzvlərin hamısına aid olub, onların mənasını ümumiləşdirən söz və söz birləşmələridir. Məsələn, anar, hər şeyi, deməli, parkı, meşəni, dərələri gəzmişdi. Burada hər şey yazmaq, hər yeri yazaq. Sizə daha düzgün olsun. Meşəni gəzmişdi. Baxın. Bu verilmiş cümlədə hər yeri həmciz tamamlığı. Bu sizdə hər yeri nədir? Ümumiləşdirici sözdür. Nəyi? Parkı, meşəni və dərələri həmciz tamamlıqlarını ümumiləşdirir. Niyə deyirsiniz bunlar həmciz tamamlıqlardır? Çünki biz sizinlə keçmişdik ki, tamamlığın sizdə var haranın sualı. Burada fikir versəniz parkı, meşəni və dərələri sözü sizdə cavab verir nə? Haranı sualına. Deməli buradakı park, meşə və dərə sözləri sizdə yer mənası ifadə etməsinə baxmayaraq haranın sualına cavab verdiyinə görə cümlədə nədir sizdə? Həmciz tamamlıqlar vəzifəsindən çıxış edir. Hər yeri sözü də sizdə həmciz tamamlıqları nə edir? Ümumiləşdirir. Yadınızda qalsın və cümlənin nə olacaq o da? Tamamlıq vəzifəsində çıxış etmiş olacaq. Ümumiləşdirici sözlər sizdə həmciz üzvlərin həm əvvəl, həm də sonra işlənə bilər. Baxın, verilmiş bu cümlədə sizdə bizim ümumiləşdirici sözümüz həmciz üzvlərin əvvəl işlənir. Fikir verirsinizsə, ümumiləşdirici söz həmciz üzvlərdən əvvəl işləndiyi zaman nə edirsiniz? Həmciz ümumiləşdirici sözdən sonra qoyursunuz qoşan nöqtə işarəsini.
Eğer sonra işlənərsə siz artıq orada nə edəcəksiniz? Tire işarəsindən istifadə etmiş olacaqsınız. Məsələn, qohumlar, tanışlar, daha sonra yaxınlar, hamı gəlmişdi. Baxın, verilmiş bu cümlədə sizdə hamı nədir? Ümumiləşdirici söz. Nə ümumiləşdirici? Təbii ki, qohumlar, tanışlar və yaxınlar mübtədallarını ümumiləşdirib və nə edib? Həmciz üzvlərdən sonra işlənib. Bu zaman sonra işləndiyi zaman nə edirsiniz? Fikir versəniz, ümumiləşdirici sözdən əvvəl nə edirsiniz? Tire işarəsindən istifadə eləmirsiniz. Yenə burada da qohumlar, tanışlar və yaxınlar sizdə həmciz mübtədalardır. Bir-biri ilə arasında var sizdə tabeçilik əlaqəsi. Amma aid olduğu üzv sizdə nədir? Təbii ki, xəbərdir. Bunların arasında isə sizdə nə var? Tabelik, uzlaşma əlaqəsi yanınızda qalsın. Daha sonra cümləşdirici sözlər həmciz üzvlərdən sonra işləndikdə. Baxın, bir də deyirəm. Sizin ümumiləşdirici sözünüz həmciz üzvlərdən sonra işləndikdə, ümumiləşdirici sözdən əvvəl sizdə ümumiləşdirmə məzmunlu bir ara söz gəlir. Bu zaman siz nə edirsiniz? Ara sözdən əvvəl tire, sonra isə vergül qoyursunuz. Gəlin bir də yazaq bunu. Yenə yuxarıdakı cümləni yazacağam sizə. Gəlin elə yuxarıdakı cümlənin üzərinə baxaq. Məsələn, qohumlar, tanışlar, yaxınlar. Deməli, bir sözlə, bu ayrı yazılır burada. Aha. Qohumlar, tanışlar, yaxınlar, bir sözlə, vergül, hamı gəlmişdi. Gəlin yenə baxaq. Dedi ki, ümumiləşdirici söz həmciz üzvlərdən sonra gələrsə, burada ümumiləşdirici sözdən əvvəl ümumiləşdirmə məzmunu ara söz gəlir. Və bu zaman siz nə edirsiniz? Deməli, ara sözdən əvvəl tire, sonra isə nə edirsiniz? Vergül işarəsindən istifadə edirsiniz. Gördüyünüz kimi buradadır. Burada təbii ki, siz bir sözlə və yaxud da ümumiyyətlə ara sözdən istifadə edə bilərsiniz. Daha sonra sizdə elə cümlələr olacaq ki, həmin cümlənin daxilində ümumiləşdirici söz həm həmcizdən əvvəl gələcək, həm də həmcizdən sonra gələcək. Bu zaman yenə yuxarıda verilmiş hər iki qaydanı tətbiq edirsiniz. Yəni, həmciz üzvlərdən əvvəl gələrsə qoşa nöqtə, sonra gələrsə nə edirsiniz? Təbii ki, tire işarəsindən istifadə edəcəksiniz. Bunu da yadımıza saxlayaq. Bizdə həmciz üzvlərdə şəkilçi ixtisarı var. Ümumiyyətlə ixtisarlardan danışaq. Nə edirsiniz? Bilirik ki, həmciz üzvlər sadalama ilə ifadə olunur və bir neçə üzvdən söhbət gedir. Yanınızda saxlayın ki, ixtisarlar dediyimiz zaman həmciz üzvləri ixtisarlar. Sonuncu saxlanılmaqla həmciz üzvlərdə təkrar olunan bəzi şəkilçilərdir. Yəni hansılar ixtisarlı olunur sizdə? Cəm, hal, mənsubiyyət, daha sonra şəxs və xəbərli şəkilçiləri, hissəciklərdən idi, imiş və isə hissəcikləri ixtisar oluna bilər. Daha sonra qoşulmalardan sizdə ixtisar oluna bilər. Üçün, ötürü, görə, ilə və s. Yəni qoşmalarla siz ixtisar şəklində verə bilərsiniz. Məsələn, gəlin deməli sizdə bir hal şəkilçisi ixtisarı olan bir həmciz üz yazaq. Kitab, dəftər və deməli qələmi apardı. Baxın. Burada verilmiş cümlədə dedi ki, sonsuz saxlanılmaqla digər həmciz üzrədə şəkilçiləri ixtisar edə bilərsiniz. Verilmiş bu cümlədə sizdə nədir sizdə? Həmciz tamamlıqlarınız var. Hardan bildiyi bunu təbii ki? Burada qələm sözündə fikir versəniz sizdə təsirli halın şəkilçisi ixtisar olunub digər üzvlərdə. Siz bu sonuncu həmciz üzvə əsasən digər həmciz üzvləri ixtisar olunan şəkilçisini bərpa edə bilərsiniz. Kitabı, dəftəri və qələmi apardı. Fikir verirsə siz nə ediniz? Qələm sözünə əsasən digər sözlərdəki şəkilçi ixtisarını bərpa edə bildiniz. Gəlin sizə qoşmaların ixtisarından da cümlə deyək. Məsələn yaza bilərik burada ki, dünən atam
Anam və deməli qardaşımla danışdım. Baxın, verilmiş bu cümlədə fikir versəniz, danışdım kim? Cümlədə mübtəda ixtisara gedib, təbii ki, bu mübtədası ixtisar olunan müəyyən şəxsi cümlədir. Dünən zaman zərfidir. Atam, anam və qardaşımla sözü isə sizdə həmcins tamamlıqlardır. Burada sizdə ixtisar olunub nə? Baxın, sonuncu həmcins üzvə əsasən siz görürsünüz ki, burada la var. Amma digər həmcins üzvlərdə o yoxdur. Ne edirsiniz? Bərpa edirsiniz. Kimlə danışdım? Qardaşımla. Baxın, kim ilə. Bu sizdə ilə qoşmasının şəkilsizləşmiş forması olan la-dır. Yəni şəkilsiz formasına düşüb və sözə bitki yazılır. Ne edirsiniz? Digər həmcins üzvlərdən onu bərpa edə bilərsiniz. Dünən atamla, anamla və qardaşımla danışdım. Gördüyünüz kimi qoşmanı da çox rahatlıqla siz nə edə bilərsiniz? İxtisar edə bilərsiniz. Bəs bütün şəkilsizlər mi ixtisar olunur? Təbii ki, xeyr. Yadınızda saxlayın ki, sizdə deməli. İxtisar olunan şəkilsizləri burada qeyd etdik. Cəm, hal, mənsubiyyət, şəxs xəbərlik, idi, imiş və isə hissəcikləri və qoşmalar sizdə ixtisara gedə bilər. Yadda saxlayın, sizdə zaman şəkilçiləridir. Daha sonra inkar şəkilçiləridir. Feilin şəkillərinin şəkilçiləri var. Bunlardır. Sonra təsriflənmə, üzr istəyirəm, təsriflənməyən formalar hansılardır? O təbii ki, məsdərdir, feili sifətdir və feili bağlamadır ki, bunların həmcinsliyi zamanı siz nə edirsiniz? Təbii ki, şəkilçilərini ixtisara vermirsiniz. Bir də deyim, zaman şəkilçisi, inkar şəkilçisi, feilin şəkillərinin şəkilçiləri, yəni burada nə nəzərdə tutulur? Arzudur, vacibdir, şərtdir, lazımdır və təsriflənməyən formalar. Məsdər, feili sifət və feili bağlama şəkilçiləri ixtisara getmir. Yanınızda qalsın. Daha sonra sizdə təbii ki, həmcins üzvləri təkcə cümlə üzvlərində rast gəlmirsiniz. Yadda salın, isim birləşmənin əsas tərəfi sadalanarsa, həmcins cümlə üzvü yaranır. Məsələn, Cəmilin dəftəri, qələmi, kitabı məndədir. Baxın, verilmiş bu cümlədə həmcinslik özün göstərir, amma həmcins üzv yox. Nədir həmcinslik? Təbii ki, biz dedik ki, bütün cümlə üzrə həmcins vəzifəsindən çıxış edə bilir. Bu doğrudur. Amma təbii ki, həmcinslik təkcə cümlə üzrə deyil, isim birləşmənin əsas tərəfində də özünü göstərir. Baxın, sizdə ola bilər isim birləşmənin aslı tərəfi sadalansın, ola bilər əsas tərəfi sadalansın. Bunların arasında çox böyük fərq var. Verilmiş cümlədə isim birləşmənin əsas tərəfi sadalanır. Cəmilin dəftəri, qələmi və kitabı. Gördüyünüz kimi, üçüncü növ təyin söz birləşməsinin əsas tərəfidir bu. Bunlar sizdə göründüyü kimi əsas tərəfdir. Əgər ki, isim birləşmədə əsas tərəf sadalanarsa, bu zaman həmcinslik özün göstərir. Yəni, burada artıq həmcinslikdən danışa bilərsiniz. Amma ola bilər ki, isim birləşmənin aslı tərəfi sadalansın. Bu zaman sizdə həmcinslik olur. Məsələn, Cəmilin, Lalənin, deməli, kitabları məndədir. Baxın, yuxarıdakı cümlədə göründüyü kimi sizdə, deməli, isim birləşmənin əsas tərəfi sadalandı. Amma ikinci cümlədə isə sizdə artıq isim birləşmənin aslı tərəfi sadalanıb. Cəmilin kitabları, Lalənin kitabları. Fikir versəniz, üçüncü növ təyinli söz birləşməsidir. Cəmilin və Lalənin sözləri sizdə olur. Üçüncü növ təyinli söz birləşməsi aslı tərəfi. Kitabları sözü isə sizdə nədir? Əsas tərəfidir. Verilmiş bu cümlədə aslı tərəf sadalandığına görə sizdə həmcinslik özün göstərmir. Yadınızda qalsın. Daha sonra ola bilər ki, bəzi cümlələrdə təbii ki, bu bədii ədəbiyyatda daha çox işlədilir. İfadəli və emosionallıq yaratmaq üçün bizdə bəzi ifadələr var ki, təkrar məqsədinə işlədilir.
Təbii ki, siz o ifadələri həmcins üz kimi götürmürsünüz. Məsələn, Səməd Vurğunun Vaqif əsərində deyir, aparın, aparın onu zindana, dağ çəkin Azərbaycana. Orada aparın, aparın sözləri var. Deməli, gəlin onu tam yazaq. Aparın, aparın onu zindana. Baxın, burada fikir verirsinizsə, təbii ki, bu cümlədə inversiya var. Yəni cümlənin xəbəri əvvələ keçir. Deməli, tamamlıq və zərflik sondadır. Fikir versəniz, ifadəli və emosional yaratmaq üçün verilən bu cümlədə sizdə nədir? Aparın, aparın xəbərləri təkrar olunub. Və yadda saxlayın ki, bu təkrar sözlər emosionallıq məqsədilə ki işlənilib. Siz bunları həmcins üz kimi qəbul etmirsiniz. Yanınızda qalsın. Daha sonra bizdə var, deyil və yox sözləri də sizdə həmcins xəbər mövqeyinə çıxış edə bilər. Nədən danışırıq? Deyil və yox sözlərini. Deməli, bu nə zaman baş verir? Bu o zaman baş verəcək ki, ikinci tərəfdəki cümlənin xəbərini deyil, yox sözlərin yerində inkarı işlədə bilək. Məsələn, kitablar sənə deyil, mənə alınıb. Bax, deməli, bu cümlədə alınıb xəbərini deyil və yox sözlərini yerində işlətsəniz, yəni təbii ki, inkarında işlətsəniz, bu zaman deməli sizdə nə olacaq deməli? Həmcinsi özünü göstərə bilər. Bir də deyirəm, sizdə deyil və yox sözləri həmcinslik yarada bilər. Bu sizdə o zaman baş verir ki, ikinci tərəfdəki cümlənin xəbərini, deməli, gətirib birinci cümlədə, yəni deyil və yaxud da yox sözlərinin yerini inkarda işlədəsiniz. Kitablar sənə. Baxın, gəlin bir də cümləni indi dediyimiz qaydaya əsasən yazaq. Kitablar sənə alınmayıb. Fikir versəniz dedik. Alınmayıb. Mənə alın. Verilmiş bu cümlədə əgər ki, gətirib ikinci cümlənin xəbərini birinci cümlənin yerində, deməli, inkarda işlədə bilsəniz, nə baş verəcək sizdə? Təbii ki, həmcinslik formalaşacaq. Gördünüz, gətirib mən neynədim? Alınıb sözünü, deyil sözünün yerində inkarda işlətim. Bu zaman sizdə həmcinslik əmələ gəlir. Daha sonra biz cümlədə izaha başlayanda dedik ki, həmcins üzvlər eyni üzvlə bağlı olur, eyni sintaktik vəzifə daşıyır və eyni suala cavab verir. Yanınızda qalsın. Amma elə ola bilər ki, sizdə həmcins üzvlər eyni suala cavab verməz. Bu nə zaman baş verir? Məsələn, biz, biz də, buludlar da ağlayırdı. Baxın. Buradakı bir sözü təbii ki, canlılar insanı ifadə edildiyinə görə kim sona cavab verəcək? Buludlar sözü isə təbii ki, cansız varlıqları ifadə edildiyinə görə nə sona cavab verəcək? Amma buna baxmayaraq, müxtəlif suallara cavab verdiyinə görə sizdə, bu nədir sizdə? Həmcins üzvü formalaşdırır. Yəni sizdə artıq burada həmcins mübtədalardan danışa bilərsiniz. Daha sonra bəzən çox səhv başa düşür həmcins üzvlər. Niyə? Bir cümlə daxilində əgər ki 3-4 dənə tamamlıq, 3-4 dənə zəhli və yaxud da təyin olsun. Özün göstərirsə, bunu hər zaman gedib nə götürürlər? Həmcins üzvlər. Olmaz. Məsələn, gözəl güllər, maraqlı əsərlər, daha sonra görməli yerlər onun diqqətini çəkir. Baxın, gəlin bu cümləyə nəzər salaq. Əgər ki bizə sual formalaşsa ki, verilmiş bu cümlədə sizdə iki cümlə üzvü həmcinsdir, yəni həmcins təyinlər və həmcins mübtədalar var. Bilmirsiniz ki, bunu düz götürəsiz, yoxsa isə gəlin baxaq. Baxın, dediyimiz qayda ki, dedik ki, sizinlə sual necə idi? Bu cümlədə iki təyin və iki cümlə üzvü, yəni həm təyin, həm də mübtədalar həmcinsdir. Xeyr. Burada yalnız sizdə bir cümlə üzvünün həmcinsinə rast gəlirsiniz.
Çünki biz sizinlə qaydaya başlayarkən, izaha başlayanda dedik ki, həmciz üzvlər eyni cümlə üzvü ilə əlaqələnir. Baxın, diqqətini çəkir. Nə? Güllər. Diqqətini çəkir nə? Əsərlər. Diqqətini çəkir nə? Yerlər. Fikir verdinizsə burada güllər, əsərlər və yerlər mübtədaları diqqətini çəkmək xəbəri ilə nədir? Əlaqəyə girir. Və buradakı güllər, əsərlər və yerlər sözləri sizə nədir? Həmciz mübtədalar, yəni həmciz üzv. Gəlib siz burada gözəl, maraqlı və görməli yerlərini də həmciz üzv kimi qəbul etsəniz, səhv edəcəksiniz. Niyə? Çünki fikir versəniz burada gözəl, maraqlı və görməli sözləri sizdə hər biri müxtəlif üzvlərlə əlaqəlidir. Bunlar müxtəlif üzvlərlə əlaqələndiyinə görə siz təbii ki, burada həmciz üzv kimi qəbul etmirsiniz. Bəs sizdə cümlədə təyinləriniz nə zaman həmciz olar? Gözəl, maraqlı, görməli yerlər onun diqqətini çəkir. Bax, təbii ki, bu verilən cümlə ilə birinci cümlə arasında çox fərq var. Çünki birinci cümlədə sizdəki təyinləriniz müxtəlif, belə deyim, mübtədaları izah elədiyinə görə siz onları təbii ki, həmciz üz kimi qəbul etmirsiniz. Amma ikinci cümlədə isə sizdə artıq gözəl, maraqlı və görməli təyinləri yerlər mübtədasını izah edir. Yəni fikir versəniz, hər biri sizdə nədir? Yerlər mübtədasına aiddir. Onu təyin edir, izah edir. Bu zaman siz artıq onu nə götürə bilərsiniz? Həmciz üzv kimi qəbul edə bilərsiniz. Amma təbii ki, birinci cümlədə sizə desək ki, iki cümlə üzvü həmcizdir, bu səhvdir. Çünki o cümlədəki gözəl, maraqlı və görməli yerlərin hər birinin özünün ayrı nəyi var? Mübtədası var. Hər biri ayrı mübtədanı izah edir. Amma o cümlədə yalnız sizdə nə var? Həmciz mübtədalar var. Bunu da hardan tapa bilərsiniz? Fikir versəniz hər biri sizdə nədir? Diqqətini çəkmək xəbəri ilə əlaqələnir. Və yəni aid olduğu yalnız bir üz var. Bu zaman siz deyirsiniz ki, həmciz üzlər özünü göstərir. Daha sonra nə deyəcəydim sizə? Biz sizinlə əlavədən keçəndə bəzi cümlələr var ki, siz həmin cümlələri həm əlavəli cümlə özü kimi, həm də həmciz cümlə özü kimi düşünə bilərsiniz. Bu zaman nə edirsiniz? Təbii ki, artıq siz o zaman həmin cümləni, yəni kontekstə əsasən müəyyən edə bilirsiniz. Gəlin baxaq. Sabah ayın 22-sində iclasda olacam. Baxın. Bu cümlədə, yəni siz bu cümləni həm əlavəli cümlə özü kimi, həm də həmciz üz kimi düşünə bilərsiniz. Nə zaman? Əgər ki bu cümlədə sabah və ayın 22-sində ifadələr arasında, yəni bağlayıcısını təsəvvür edib artırsanız, bu zaman buradakı ayın 22-sində sözü sizdə sabah zərfliyinin əlavəsi olacaq. Sabah, yəni ayın 22-sində iclasda olacam. Yəni sabah ayın 22-sidir. Mən sabah deyirəm və ayın 22-sində deyəndə də sabahı daha da konkretləşirəm zamanı. Bu zaman siz əgər oraya yəni artırıb təsəvvür edə bilirsinizsə, bu zaman sizdə nədir? Əlavə. Zərfin əlavəsi olur. Əgər siz bu ifadələr arasında sabah və ayın 22-sində ifadələr arasında gəlib bir iştirak bağlayıcısı olan həm də bağlayıcısını götürək. Sabahda, ayın 22-sində də və yaxud da həm sabah, həm də ayın 22-sində iclasda olacaq. Bu zaman nə edirsiniz? Təbii ki, bu zaman onu götürəcəksiniz həmciz zərflər. Yadınızda qalsın. Yəni verilən bu cümlələri siz hər iki cümlə özü kimi, belə deyək də, məqamda həm əlavəli, həm də həmciz üz kimi düşünə bilərsiniz. Yadınızda qalsın. Amma bizdə belə bir cümlələr var ki, deməli, sabah ayın 22-sində deməli, ad günü olacaq. Baxın, verilmiş bu cümlələri dedik ki, yuxarıda verilmiş cümləni həm əlavəli, həm də həmciz kimi düşünmək olar. Bəs ikinci cümləni də elə düşünmək olarmı? Təbii ki, xeyr. Çünki dedi ki, sabah ayın 22-sində ad günü olacaq.
Ad günü elə bir belə deyək də gündür ki, əlamətdar gündür ki, o ildə yalnız bir dəfə olur. Yəni siz çadalama intonasiyası ilə onu belə deyək də üzvlərini artıra bilmərsiniz. Həm sabah, həm dayın 22-sinə ad günü olacaq. Yəni ad günü ildə bir dəfə olan bir belə deyək ki, gündür. İnsan ildə bir dəfə doğula bilər də. Siz bunu yalnız əlavəli üz kimi düşünə bilərsiniz. Ad günü olan ifadələri siz yalnız əlavəli üz kimi düşünə bilərsiniz. Yanınıza qalsın. Sabah. Yəni ayın 22-sində ad günü olacaq. Yuxarıda verilən cümlələri siz həm əlavə, həm həmdiz kimi düşündünüz. Amma ikinci verilən cümləni isə siz yalnız əlavəli üz kimi düşünə bilərsiniz. Daha sonra nə deyəcəkdim sizə? Deməli, yuxarıda dedik ki, baxın bu birinci cümləyə nəzər salsanız, burada dedik həmcis mübtədalar özünü göstərir. Yanınızda qalsın ki, bu zaman siz həmcis burada deməli üzvlərin təyinləri var. Yəni həmcis mübtədaların təyinləri var. Yanınızda qalsın siz bu təyinləri sintaktik təhlil zamanı müstəqil təyin kimi təhlil edəcəksiniz. Yəni bir yerdə yox, hər birini, yəni bir yerdən mübtəda kimi elə tələbələr var ki, gözəl güllər, maraqlı əsərlər, görməli yerlər ifadələrini bir yerdə mübtəda kimi təhlil edirlər. Amma təbii ki, bu səhv bir yanaşmadır. Bunlar sizdə birinci növ tənis söz birləşməsidir. Gözəl güllər, maraqlı əsərlər, görməli yerlər. Birinci növ tənis söz birləşməsidir. Siz də bilirsiniz ki, birinci növ tənis söz birləşməsinin tərəflərini sintaktik təhlil zamanı parçalayırsınız. Ona görə də nə edəcəksiniz? Həmdis üzvlərin təyinlərini siz müstəqil təyin kimi təhlil etmiş olacaqsınız. Daha sonra gəlin bizdə xəbərin həmdis mübtədalarla uzlaşması var. Bunu da izah edək sizinlə. Videonu yekunlaşdıq. Deməli, birinci gəlin dedik xəbərin həmdis mübtədalarla uzlaşması. Nə zaman baş verir? Müxtəlif şəxslərdə olan həmdis mübtədalardan biri. Baxın, bir də deyirəm. Müxtəlif şəxslərdə olan həmdis mübtədalardan biri birinci şəxsdə olarsa, xəbər birinci şəxsin cəmində olur. Məsələn, mən, sən və o, bilmə, baxacağıq. Baxın, dedik həmdis mübtədaları, yəni müxtəlif şəxslərdədir. Birinci, ikinci və üçüncü şəxsdir bunlar. Müxtəlif şəxslərdədir. Və müxtəlif şəxslərdə olan mübtədalardan biri sizdə. Birinci şəxsdədir. Göründüyü kimi mən, birinci şəxsim təkindədir. Bu zaman siz nə edirsiniz? Xəbərinizi verirsiniz birinci şəxsin cəmində. Bu oldu sizin birinci qaydanız. İkinci qaydanız. Müxtəlif şəxslərdə olan həmciz mübtədalar arasında birinci şəxs əvəzi olmazsa, ikinci və üçüncü şəxsdə olarsa, xəbər olacaq sizdə ikinci şəxsin cəmində. Gəlin baxaq. Sən və o tutalım olsun. Sən və Agil. Sən və onlar. Deməli, burada onları kiçik hərflə yazaq. Aha, sən və onlar. Baxın. Göründüyü kimi burada verilmiş mübtədalarımız arasında birinci şəxsə aid nə cəmi, nə tək olsun. Mübtəda görmürük. Bu zaman sizin xəbəriniz necə olacaq? Təbii ki, ikinci şəxsin cəmində. Sən və o filmə baxmalısınız. Göründüyü kimi sınız şəkli, yəni birinci şəxs, ikinci şəxsin cəmində. İndi gəlin baxaq. Bəs üçüncü şəxsdə bu necə olacaq? Həmciz mübtədalar arasında, yəni həmciz mübtədalarımız üçüncü şəxsdə olarsa, bu zaman xəbər üçüncü şəxsin cəmində olur. Gəlin baxaq. Bu zaman sizdə təbii ki, üçüncü şəxsdə bilirsiniz də bölünür. İnsan anlayışı olur, digər canlı varlıqlar olur, bir də cansız varlıqlar olur. Məsələn, Günay, Lalə və Arzu rəfiqədirlər. Fikir verirsə, cəmdə oldu. Yəni insan anlayışı bildirəndə xəbər cəmdə olur. Digər canlı varlıqları bildirəndə siz xəbəri həm təkdə, həm cəmdə verə bilərsiniz.
Məsələn, zooparkda müxtəlif quşlar və heyvanlar maraq doğurur. Baxın, verilmiş bu cümlədə sizdə deməli nə edirsiniz? Göründüyü kimi burada sizdə həmcinslik nədir? Digər canlı varlıqlardan söhbət gedir. Quşlar və deməli heyvanlar. Burada cəmi yazaq. Müxtəlif deməli digər canlı varlıqların həmcinsliyi var. Bu zaman siz gəlib xəbərinizi maraq doğurur şəklində təşkil verə bilərsiniz. Maraq doğururlar şəklində cəmlə də verə bilərsiniz. Yəni digər canlı varlıqları ifadə edən xəbər həm cəmdə, həm də təşkil ifadə edə bilərsiniz. Bəs cansız varlıqlarda necə olur? Təbii ki, təşkil olacaq. Deməli, dağlar, dərələr, düzlər, yaşıllığa, talım, qərq olmuşdu. Fikir versəniz burada dağlar, düzlər və dərələr sizdə digər cansız varlıqlardır. Cəmdə ifadə olunub. Amma buna baxmayaraq sizdə həmciz belə deyək, mübtədalar olduğuna görə xəbərinizi nə də vermisiniz, tək yanınızda qalsın. Bir də ümumiləşdirək sizdə. Birinci şəxs məxsus əvəzli ifadə olunduğu zaman orada xəbəri verirsiniz birinci şəxsin cəmində. Əgər ki, həmciz mübtədalarda sizdə birinci şəxs aid əvəzlik olmazsa, 2 və üçüncü şəxs aid əvəzliklər özünü göstərərsə, xəbəri versin 2-nin cəmində. Üçüncü şəxsə aid olan, yəni sizdə həmciz mübtədalar üçüncü şəxsdə olarsa, bu zaman siz nə edirsiniz? Xəbər təbii ki, deməli, insan anlayışı bildirən də cəmdə olacaq. Digər canlı varlıqlar olanda həm cəmdə verə bilərsiniz, həm təkdə. Amma cansız varlıqlar olanda isə sizdə təbii ki, xəbərini necəsiz təkdə verməli olacaqsınız. Həmciz üzvlər haqqında da verəcəyimiz izahlar bu qədər.